Ayaz Salayev, başlayıram sizdən. Ayaz Salayev. Məni gördünüz, salamlaşırsınız. Özünüzə gəlin. Yaxşı. Mən prinsip öyrəşmişəm bu ölənləri diriltməyə. Amma siz elə ölü qalın. Bəli, dəyərli izləyicilər, Röyanın bu açıqlamasını gördünüz. Demək, xəbəri diqqətinizə çatdırıram. Azərbaycan Film Kino Studiyasının baş redaktoru Ayaz Salayev xalq artisti Röya Ayxanın Cannes Film Festivalına qatılmasına münasibət bildirib. Ayaz Salayev bununla bağlı Qaynar Infoya danışıb. Kino rejissor qeyd edib ki, istənilən şəxs həmin festivala qatıla bilər. Kim istəsə qeydiyyatdan keçib viza alaraq festivala gedə bilər. Çətin bir şey deyil, mən ora 100 dəfə getmişəm. Amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə ictimai şüur da geridə qalıb. Röya Ayxanın Azərbaycan musiqisinin mədəniyyət səfiri mükafatı ilə təltif olunmasına gəlincə, Ayaz Salayev bildirib ki, bu mükafatın Cannes Film Festivalı ilə heç bir əlaqəsi yoxdur. Röya Ayxan isə Instagram hesabında video yayaraq az öncə baxdınız, Ayaz Salayevin ünvanına sərt sözlər deyib. Deyirlər, rəhmətliklər təzədən dirilib, enerjiyə gəlmişsiniz, elə bilirsiniz gəlib mənə çatmır. Ayaz Salayev, başlayıram sizdən. Məni gördünüz, salamlaşırsınız, özünüzə gəlin. Yaxşı, mən öyrəşmişəm ölənləri diriltməyə. Amma siz elə ölü qalın. Ay mən olmuşam, ay mən belə getdim. Bəli, birinci mən. Bəli, hər şeyin ən gözəlini elə layiqincə edən mənəm. Çünki oxuduğum kimi də ürəyim var. Bildiyin, ya hamı bir-birini dəstəkləsin, sevsin, əlini sıxsın, ya da ümumiyyətlə heç kim adını çəkməsin. Dəyərli izləyicilər, söz sizdə şərhlərdə. Kim haqlıdır?